Bizim möhkəm ailə üsulumuz olub, möhkəm ailə dəyərlərimiz olub, həddən artıq, yəni bütün dünyanın qibtə apardığı bir ailə modelinə sahib olmuşuq ailə institutuna. Çox təəssüf ki, bu 21-ci əsrə qədər belə davam edir. Çox təəssüf ki, 21-ci əsrdə bu qlobal tendensiyalar, bu müasirlik azadlıq adı altında, qloballaşma adı altında öz mənəvi dəyərlərimizi bir qədər arxa plana ataraq, güya müasirləşdik, psixologiyamız dəyişdi, ailəni keçirdi ikinci plana. Öndə oldu karyera, iş, biznes, şəxsi həyat, əyləncə. Bu da bir növ kapitalizmin gətirdiyi bir sistem idi ki, kapitalizmdə əsas dəyər maddi dəyərlərdir. Yəni ailə ancaq mənəvi dəyərlərə söykənir. Maddi dəyərlər üzərində ailə ola bilməz, bu tamamilə başqa bir şeydir. Nə vaxt ki biz ailənin qurulma mexanizmini mənəvi dəyərlər üzərindən maddi dəyərlərə keçirdik, ondan sonra başladı ailələrimiz dağılmağa. Burada həm mənəvi degradasiyanın rolu var, aparılan təbliğatlar, həm qlobal miqyasda, həm ölkə miqyasda aparılan təbliğatların təsiri, eyni zamanda sosial-iqtisadi formasiyaların dəyişməsi insanları daha yaxşı yaşamaq, daha sərbəst yaşamaq, daha egoistcəsinə ancaq özü üçün yaşamaq arzusuna gətirir və ailə qalır ikinci planda. Məsələn, indiki gənclərdən soruşanda əsas hədəf nədir? Deyir ki, karyera, biznes, pul qazanmaq, dünyanı gəzmək, yəni bunun üçün ailə deyir buna mane olur. Mən öz həyatımı, enerjimi niyə kiməsə uşaqlara sərf eləməliyəm, həyat yoldaşıma sərf eləməliyəm, mən ancaq özüm üçün yaşayacağam. Bu çox egoist, narsist bir psixologiyadır ki, bu insan cəmiyyətini məhv edir. Bugün həmin psixologiyanın Amerika, Avropa cəmiyyətlərini necə dəhşətli faciəvi vəziyyətə qoyduğunu bütün dünya görür və özləri də etiraf edirlər. Təsəvvür edin ki, hədsiz şəkildə ailə sistemi dağılıb qərb ölkələrində. Əhalinin artım tendensiyası sürətlə aşağı düşüb. Deməli, əhalinin qocalması baş verir. Gənc təzələnmir insanlar, yalnız miqrantlar hesabına bunu doldurmağa çalışırlar. Milli genofond dağılır. Ənənələr dağılır, artıq o ölkənin mədəniyyətindən əsərləmət qalmır. Dünyanın hər yerinə miqrantlar axışır ora. Yəni, nə millət olaraq ortada qalır, nə genofond olaraq ortada qalır, nə mədəniyyət yaratdığı sivilizasiya ortada qalır. Bu, belə deyək, həftəbəcər bir kütləyə çevrilir. Mənəvi dəyərlərə sahib olmaq, yalnız pul qazanıb, çoxlu yeyib-içib, əyləncə içində yaşamaq üçün formalaşan zombi insanlar sürüsü formalaşır. Yəni biz indi deyilən ibtidai icma quruluşundan da əvvələ qayıdırıq. Yəni heç inanmıram o dövrdə də bu səviyyədə ola. Tam formalaşmasa da o dövrdə də bir ailə sistemi mədəniyyəti var idi az çox. İndi isə elə bir sistemə keçirik ki, artıq burada fərdlərin tək-tək şəxsi maraqları üzərində yaşaması təbliğ olunan bir cəmiyyətə keçirik. Burada başqaları üçün yaşamamaq, uşağı üçün, həyat yoldaşı üçün yalnız özünün maddi maraqlarını qoruyan egoist, narsist bir məxluq forması meydana gəlir. Bu çox təhlükəli tendensiyadır. Bunun qarşısı alınmalıdır. Elçin abi, siz danışırsınız, yəni bu o qədər suallar yaranır ki, hər dəfə hər cümlə dəyişdikcə yeni bir sual gəlir. Həqiqətən geniş bir mövzudur. Elə burada mən bir sual vermək istəyirəm. Burada adət-ənənə nə qədər rol oynayır ailənin dəyərlərinin möhkəmləndirilməsi? Məsələn, siz dediyiniz məsələlər var ki, məsələn, Hindistanda, tutaq ki, müsəlman şərq ölkələrində bu adətlər o qədər möhkəm olur ki, yəni bunu Yaponiyada, Çinədə, başqa ölkələrdə, o ölkələrdə ki, hələ də ailə dəyərlərinə böyük hörmət var. O adət-ənənə saxlayır da məncə. Nə dövlətin gücü ilə, nə topla, tüfənglə ailələri saxlamaq. Ancaq adət-ənənələr. Mən səhv eləmirəm də yəqin. Belədir. Dünyanı biz bölsək, şərq mədəniyyəti və qərb mədəniyyəti var. Qərb mədəniyyəti mənəvi dəyərlərə söykənib həmişə. Milli dəyərlər, mənəvi dəyərlər, adət-ənənələr, nəsildən nəsilə keçirilən sistemlər. Qərb mədəniyyəti isə tamamilə maddi dəyərlər üzərində qurulub. Mənəviyyat tamamilə kənarası və bunun nəticəsini biz ortada görürük. Qərb mədəniyyəti sosial tənəzzülə gedir, mənəvi tənəzzülə gedir. Bütün ailə sistemi, cəmiyyət forması dağılıb, genofond zədələnib və faktiki məhvə gedirlər. Bunu özlərinin sosioloqları, psixoloqları rəsmi şəkildə deyirlər. Şərqdə isə tamam başqa kriteriyalardır. İnsanlarda fədakarlıq var, insanlarda mənəvi əxlaqi keyfiyyətlər var. Hər şey pulla ölçülmür. Məsələn, baxın, bəzən deyirlər ki, ailələrin dağılmasında sosial maddi faktorlar əsasdır. Mən bunu tamamilə inkar edirəm. Bunu sübut edən zərrə qədər də bir fakt yoxdur. Məsələn, 3 dənə arqument sizə deyəcəm ki, bunun təkzib edilməsi mümkün deyil. Məsələn, başlayaq dünya ölkələrinə. Statistikaya baxırıq, məhz kasıb yoxsul ölkələrdə boşanma 0 səviyyəsindədir. Çox azdır, yəni 1%, 2% demək olar ki, yoxdur. Yoxsul ölkələrdə. Elə onlardan da bir Hindistanda 1%-dir, dünyada ən aşağı rəqəmdir. Digərləri də belədir. Ən yüksək boşanma faizləri hardadır? İstisnasız olaraq zəngin ölkələrdədir, maddi cəhətdən zəngin ölkələrdədir. Bu arqument göstərir ki, burada sosial maddi faktorun rolu 0 səviyyəsindədir. Məsələ yalnız mənəvi degradasiyadır, mənəvi məsələdədir. İkinci arqumentə baxaq.
Bizim öz xalqımızın tarixində fikir verin. Ən ağır sosial maddi vəziyyətlərin olduğu dövr, məsələn, Böyük Vətən müharibəsi dövrü deyək, 90-cı illərin xaos dövründə əvvəlində boşanmalar minimumdaydı. 1-2%, 3% olurdu. Nə zaman ki bizdə maddi imkanlar artdı, biraz həyat şəraiti yaxşılaşdı, boşanmalar artır. Əgər belədirsə, onda niyə yoxsul olanda insanlar boşanmırdı, daha çox imkanlara malik olanda boşanırlar? Bu deməkdir ki, maddi məsələnin burada rolu yoxdur, mənəvi məsələdir. İnsanlar kasıb da olanda, maddiyyat cəhətdən zəif də olanda, əgər mənəviyyat güclüdürsə, dağılmır. Üçüncü argumentə baxaq. Bugün öz cəmiyyətimizdə mən vəkillərlə, hakimlərlə söhbət eləmişəm, psixoloqlarla, boşanma hallarının ən azı 80%-də maddi sosial problemlərin zərrə qədər də rolu yoxdur. Yəni daha çox imkanlı ailələr boşanır, belə deyək. İmkanlı olmasa da yoxsul olmayan ailədir. Yəni maddi problem yoxdur. Ən az orta normal bir vəziyyətdə problem yoxdur. Burada problem kökünə gedəndə mənəvi problemdir. Problem nədir? Özünü başqasından üstün tutmaq, öz əyləncəsi üçün yaşamaq, bir-birinə diqqət qayğı göstərməmək, başqaları ilə müqayisə eləmək. Mən də o daha imkanlı ailələr kimi yaşamaq istəyirəm. Daha çox var dövlətə sahib olmaq istəyirəm və həyat yoldaşımı təmin eləməyəndə bu. Yəni bunların hamısı maddi səbəblər, mənəvi səbəblərdir. Maddi səbəblər burada rol oynamır. Hər üç arqument göstərir ki, boşanmaların az qala 100%-nin səbəbi mənəvi degradasiyadır. Maddi səbəblərin, yoxsulluq səbəbinin burada rolu bəlkə də 1% olar, 3% olar, bilmirəm.